Beyin şişlərinin 5 əlamətini qeyd edəcəm. Diqqətlə dinləyin və yadınızda saxlayın. Birinci növbədə baş ağrısı. Amma necə bir baş ağrısı? Uzun müddət davam edən, getdikcə artan, xüsusilə səhərlər daha intensiv müşahidə edilən. İkinci növbədə bulantı, qusmanın olması. Bunun da xüsusilə səhərlər daha intensiv olması. Üçüncüsü qolda, ayaqda, bədənin bir tərəfində hissiyatın pozulması, gücsüzlüyün müşahidə edilməsi, yəni qolun, ayağın əvvəlkinə nisbətən daha gücsüz hala gəlmiş olması. Dördüncüsü görmə pozulması. Bu, görmənin bulanıqlaşması, görmənin ikiləşməsi, göz hərəkətlərində məhdudiyyətin olması şəklində özünü göstərə bilir. Və bundan başqa qeyd edəcəm qıcolmaları. Qıcolmalar, yəni huşun itirilməsindən tutmuş daha kiçik üz, qol, ayaqlarda yığılmalar şəklində özünü göstərən epileptik tutmalardır. Bu saydığım 5 əlamətdən biri və yaxud bir neçəsi beyin şişinin əlaməti ola bilər. Bunları ilkin olaraq nə zaman müşahidə etsəniz, mütləq nevroloji müayinədən keçin. Çünki erkən mərhələdə aşkarlandıqda müalicəsi daha uğurlu ola bilər.